Əgər həyat yoldaşı əri əziyyət çəkirsə və xanım, qadın ona əziyyət verirsə münasibətlərdə, Allah o qadının namazını, ibadətini qəbul eləməz. Qadının Allaha tərəf getməsində ən çox diqqət etməli olduğu mövzu həyat yoldaşıdır, əridir. Bəzən əri diqqətə almır, vecə saymır. Özü bilər. Küsüb də, nə bilim, özü bilər. Amma gecə 3-dən səcdədədir. Quran əlindən düşmür, təsbih əlindən düşmür, zikirlə. Hər şey qəşəngdir ya. Amma fikir vermirik ki, bəs bu qədər zikir səni niyə ucaltmır? Çünki sənin o tərəfdə bir dənə düyünün var. Təsəvvür edin, bir nəfər gecə-gündüz ibadət eləyir, müstəhəb oruç tutur, saatlarla səcdədə qalır, amma valideynləri ondan narazıdır. Onun o əməllərinin heç bir faydası yoxdur ona. Qadın-kişi münasibətində də qadın üçün belədir məsələ. Əgər ər ondan narazıdırsa, onun o ibadətləri Allaha tərəf getmə şansı çox zəifdir.